Aha. Hə, demək biz indi tabeli mürəkkəb cümlədən danışaq. Görək tabeli mürəkkəb cümlə nədir və tabeli mürəkkəb cümlənin tərəflərini bağlayan vasitələrdən də danışaq, əlaqə vasitələrindən danışaq. Bir neçə nümunə yazım. Axı mürəkkəb cümlə iki cür olur, tabeli və tabelsiz olmaqla. Bundan əvvəlki dərsdə mən vurğulamışdım. Demək, tabel mürəkkəb cümlədən necə fərqləndirək? Biz mürəkkəb cümlə deyirik. İçində iki sadə cümlə var. Vergülə qədər oxuyuram. Fikir bitirsə, o vergüldən sonraki cümləni oxumağa ehtiyacım yoxdursa, yəni o davamını tələb etmirsə, tabel mürəkkəb cümlədir. Yox, vergülə qədər oxuyuram, görürəm ki, fikir bitmir, davamını tələb edir. O zaman olur tabel mürəkkəb cümlə. İndi bir neçə nümunə əsasında göstərək. Birinci görək tabel mürəkkəb cümlə necə olur, necə tapaq imtahanda, sonra o məna əlaqə deməli vasitələrini deyərik. Məsələn, deyirəm ki, nə qədər yaxşılıq edirsəm, o qədər əvəzini görür. Yaşamda bir olaydı, insan nə qədər yaxşılıq edirsə, o qədər də əvəzini görərdi. Sonra, valla, sonra məsələn, deyirəm ki, hansı kitabı oxuyuram, məndə maraq oyadır. Biri bu. Misal üçün yazıram ki, gəldim, görüm, sonra dişin ağrıyır, çək qurtar, sonra bu ikisini də yazaq. Məsələn, gəlsən, sevinərəm və s. Müəllimə, indi baxın, bu yazdıqlarım tabeli mürəkkəb cümlədir. Amma biz hardan bilək ki, bunlar tabeli mürəkkəb cümlələrdir. Yəni, tabelsiz deyil, tabeli mürəkkəb cümlədir. Birinci cümləyə baxırıq. Nə qədər yaxşılıq edirsə, o qədər əvəzini görür. Bax, nə qədər yaxşılıq edirsə, bu vergülə qədər bir cümlə, o qədər əvəzini görür ikinci cümlə. Gəlin bu vergülə qədər deyək və dayanaq. Görək davamına ehtiyac varmı? Misal üçün, təsəvvür edin ki, durduğum yerdə deyirəm ki, nə qədər yaxşılıq edirsə, dedim və dayandım. Dedim və dayandım. Davamını tələb edirmi? Düzdürmü? İstərsən deyərsən ki, əşi, hə, nə qədər yaxşılıq edirsən, nə, bir davamını de görək, nə demək istəyirsən? Həmən də deyərəm ki, heç nə deyirəm ki, yəni o qədər də əvəzini görər. Yəni, görürsünüzmü, bu ikinci cümləni, bax, bu o qədər əvəzini görür cümləsini işlətməsəm, birinci cümlə fikri tam çatdıra bilmədi. Deməli, bu tabeli mürəkkəb cümlədir. Deməli, buradakı cümlələrdən biri digərindən asılı vəziyyətdə qalır. Biri digərinə tabedir. Amma tabelsiz mürəkkəb cümlədə, məsələn, yuxarıdan bir tabelsiz mürəkkəb cümlə yazıram, tutaq ki, deyək ki, hava qaraldı, yağış yağdı. İndi buna baxın. Hava qaraldı bir cümlə, yağış yağdı ikinci cümlə. Mən bu vergülə qədər oxuyub nöqtə qoyuram. Hava qaraldı deyib dayanaram. Ya, bunun arxasını gətirmək məcburiyyətində deyiləm. Bunun davamını demək məcburiyyətində deyiləm. Yəni, yağış yağdı deməsəm də, hava qaraldı deyib dayanaram və fikir bitər. Demək, bu cümlə, hava qaraldı cümləsi, yağış yağdı cümləsindən asılı deyil. Deməli, bu cümlələrin biri digərinə tabe deyil, biri digərindən asılı deyil. Bunlar bərabər hüquqlu cümlələrdir. Hava qaraldı və yağış yağdı bərabər hüquqlu cümlələrdir.
Ona görə də bu olur tabesiz mürəkkəb cümlə. Amma tabeli mürəkkəb cümlədə vergülə qədər oxuyursan, davamını tələb edir. İkinci cümləyə baxaq. Hansı kitabı oxuyuram, məndə maraq oyadır. Məsələn, durduğum yerdə deyirəm ki, hansı kitabı oxuyuram? Görürsünüz, istər-istəməz ki, hə, oxudun, hə, nə? Heç, həmin kitab məndə maraq oyadır. Yəni, bunun davamını deməliyəm. Bunun davamını deməsəm, fikir bitmir. Gəldim, görüm. Bax, bu, mən sadə cümlə ilə mürəkkəb cümlənin fərqini öyrədəndə demişdim ki, məsələn, bir neçə işi bir adam görürsə sadə cümlədir. Xatırlayırsınızmı? Amma demişdim ki, hər işin öz görəni varsa, artıq o mürəkkəb cümlədir. Misal üçün, birinci cümləmizdə lap yuxarıdakı cümlədə, birdən də yuxarıda. Hava qaraldı, yağış yağdı. Qaralan havadır, yağan yağış. Hərənin özünün gördüyü iş var. Bu mürəkkəb cümlədir. İndi məsələn, şagird sual verir, deyir ki, müəllimə, gəldim görüm, axı gələn də mənəm, görən də mənəm. Niyə bu sadə cümlə deyil? Niyə bu sadə cümlə deyil? Yadınızda qalsın, sizə belə bir şey deyim. Müəllimə, görsəz ki, hansı cümlədə bu vergülün, yəni vergül olan yerə ki bağlayıcısı artıra bilsəz, bunu yadda saxlayın, ki bağlayıcısı. Deməli, o 100% tabeli mürəkkəb cümlədir. Tabeli mürəkkəb cümlədir. Baxın, burada mən deyə bilərəm ki, gəldim ki, görüm. Demək, yadda saxlayaq. Hansı cümləyə ki bağlayıcısı artıra bilirsənsə, ki adatı demirəm, ki bağlayıcısı. O zaman olur tabeli mürəkkəb cümlə. Məsələn, mənə dedilər, yağış yağacaq. Mən ora ki artıra bilərəm. Mənə dedilər ki, yağış yağacaq. Müəllimə, ki artıra biləcəyin cümlə tabeli mürəkkəb cümlədir. Eşitdim, məsələn, eşitdim, imtahana az qalıb. Nə artıra bilərəm? Baxın, eşitdim ki, bəli, bəli. Məsələn, deyirəm ki, müəllim var, dərsi həvəslə izah edir. Onda deyərəm ki, müəllim var ki, dərsi həvəslə izah edir. Demək ki, hansı cümlədə ki bağlayıcısı artıra bilirəmsə, yəni varsa, ki bağlayıcısı varsa, biz 1-2-2-dən sonra vergülürəmsə, yəni varsa, ki bağlayıcısı varsa, biz 1-2-2-dən sonra vergül olur da, düzdürmü? Aydınlaşdırma bağlayıcısı. Ki bağlayıcısı varsa 100% tabeli mürəkkəb cümlədir. Və ki bağlayıcısı yoxdur, mən onu özümdən artıra bilirəmsə, yenə də tabeli mürəkkəb cümlədir. Demək, bizim bax bu cümləmizdə, gəldim görüm cümləsində, çoxda ki, gələn də mənəm, görən də mənəm. Amma biz ona ki artıra bilirik. Deməli, bu tabeli mürəkkəb cümlədir. Dişin ağrıyır, çək qurtar. İndi bu niyə tabelidir? Müəllimə, hansı cümlədə sasə varsa, sasə, baxın, birinci cümlədə də sasə var. Görürsünüzmü birinci cümlədə bax, nə qədər yaxşılıq edirsə, səni görürsünüzmü? Səni görürsünüzmü? İndi bilirsiniz necədir? İki cür sə var. Biri var, isənin qısaldılmışı sə, o idiymiş isə hissəcikləri var ha. Onun qısaldılmışı sasə. Biri də var, feilin şərt şəkli. Feilin şərt şəklinin şəkilçisi sasə. Dəxli yoxdur. İstəyirsən isə qısaldılmışı sasə olsun cümlədə. İstəyirsən feilin şərt şəkli sasə, dəxli yoxdur. Sasə varsa 100% həmin cümlə tabeli mürəkkəb cümlədir. Tabeli mürəkkəb. Deməli, bax, bu birinci cümlədə nə qədər yaxşılıq edirsə, o qədər əvəzini görür cümləsində. Bax, bu sasəyə əsaslanıb deyirəm ki, bu tabeli mürəkkəb cümlədir. Niyə? Çünki burada sasə var. İndi sasə olanda da tabeli mürəkkəb cümlə olur. Sasəni beynimdə artırsam, necə ki, bayaq beynimizdə ki artırdıq ha, özümüzdən o sasəni artırsaq, yenə də tabeli mürəkkəb cümlə olar. Onda biz belə deyə bilərik. Dişin ağrıyırsa, görürsünüzmü? Bax, bu ağrıyıra bir sasə artıra bilərəm. Dişin ağrıyırsa, çək, qurtar. Hə, deməli, tabeli mürəkkəb cümlədir. İndi bu biri cümləyə baxın. Gəlsən, sevinərəm. Niyə buna? Əvvəla, gəlsən deyib dayansam, deyərsən, hə, nə? Tutaq ki, gəldim. Hə, nə? Davamını de. Yəni, bu davamını tələb edir. Ona görə də bu tabeli mürəkkəb cümlədir. İkinci bir məqam. Burada sasə var. Bax, bu gəlsən sözündəki sə, feilin şərt şəkli sasədir. Bunu necə müəyyən elədik ki, bu feilin şərt şəkli sasədir? Məsələn, uşaq deyir ki, ay müəllim, məsələn deyirəm da, qoyun yuxarını silin, belə bir şey yazın. Gəlin elə məqamı gəlib deyim, bu bəzən sansəm bütöv şəxsi olduğu kimi götürülür, amma bəzən sansəm parçalanır.
Məsələn, 2 nümunə yazıram yuxarıda. Oxusan, qəbul olarsan. Cümlənin biri bu olsun. Sansəni görürsünüz da burada, oxusan sözündə. Və qəbul olarsanda da san var. Görürsünüzmü? Heç ikinci cümləyə ehtiyac yoxdur. İndi fikir verin. Bəzən sansən bütöv götürülür. Ona şəxs sonluğu deyirlər. Bax belə, bütöv götürülür. Amma bəzən sansən parçalanır. Burada sa olur feilin şərt şəklinin şəkilçisi, yəni sasə. Bax, bunun olur şəxs sonluğu. İndi biz nə bilək ki, nə zaman sansəni parçalayaq, nə zaman bütöv götürək. Müəllimə, sansən olan sözün əvvəlinə əgər bağlayıcısı artıra bilirsənsə parçala. Əgər artıra bilirsənsə. İndi fikir verin, oxusan qəbul olarsan. Əgər oxusan, görürsünüzmü, mən bura bir nə artıra bilərəm? Əgər. Əgər oxusan. Əgər artıra bildinsə, deməli, buradakı sansənə, bu oxusan sözündəki sansənə şəxs sonluğu deyə bilmərsən. Orada sa, feilin şərt şəklidir, n, şəxs sonluğudur. Amma indi fikir verin, əgər qəbul olarsan, belə demək olmur axı. Hə, deməli, bu sansən bütövlükdə şəxs sonluğudur. İndi siz deyin, bizə gələrsən, sabah bizə gələrsən cümləsində gələrsən sözündəki sən şəxs sonluğudur, yoxsa parçalayaq, səni ayrı götürək, n-ni ayrı götürək, sabah bizə gələrsən. Yox, bax, sabah bizə gələrsən. Hə. Təbii ki, parçalamaq olmaz. Baxın, əgər sabah bizə gələrsən, alınmır axı. Deməli, orada san bütövlükdə şəxs sonluğudur. Hə, amma indi bu cümləyə baxaq. Gəlsən sevinərəm. İndi fikir verin, görün, bunun əvvəlinə əgər... Aha, deməli, burada sə ayrıdır, feilin şəkilçisidir, sasədir. Bax, bunun şəxs sonluğudur. Aha, indi fikir verin. Onda gəlin belə deyək. Niyə görə gəlsən sevinərəm cümləsinə mən tabiri mürəkkəb cümlə deməliyəm? 1. Burada sasə var. Hansı cümlədə sasə varsa, deməli o tabiri mürəkkəb cümlədir. İkinci bir məqam. Müəllimə, hansı cümlənin əvvəlinə əgər artıra bilirsənsə, tabiri mürəkkəb cümlədir. Məsələn, dişin ağrıyır, çək qurtar. Əgər dişin ağrıyırsa, çək qurtar. Gəlsən sevinərəm. Əgər gəlsən, sevinərəm, deyə bilirəm. Oxusan, qəbul olarsan. Əgər oxusan, qəbul olarsan. Düzdür? Kim yaxşı oxusa, qəbul olar. Əgər kim yaxşı oxusa, qəbul olar. Yəni, görürsünüzmü, hansı cümlənin əvvəlinə əgər artıra bilirsənsə, tabiri mürəkkəb cümlədir. Onda gəlin, necə tapaq tabiri mürəkkəb cümləni, fikrimizi biraz yekunlaşdıraq. Birinci belə yanaşaq. Tabiri mürəkkəb cümləni tabirsiz mürəkkəb cümlədən necə fərqləndirək? Tabirsiz mürəkkəb cümlənin içindəki sadə cümlələr bərabər hüquqludur. Biri digərindən asılı deyil. Vergülə qədər oxuyuram, yarımçıq saxlayıram, davamını tələb etmir. Onda tabirsiz mürəkkəb cümlə. Tabiri mürəkkəb cümlədə onun tərkibindəki sadə cümlələrdən biri digərindən asılıdır. Biri digərindən asılıdır. Bunda burada bərabər hüquqlu cümlələr olmur. Deməli, bu tabiri mürəkkəb cümlədir. Tərkibindəki sadə cümlələrdən biri digərindən asılı olan mürəkkəb cümləyə tabiri mürəkkəb cümlə deyir. Vergülə qədər oxuyuram, davamını tələb edirsə, tabiri mürəkkəb cümlədir. İkinci məqam, hansı cümlədə ki artıra bilirəmsə, tabiri mürəkkəb cümlədir. Hansı cümləyə sasə artıra bilirəmsə, tabiri mürəkkəb cümlədir. Hansı cümləyə əgər artıra bilirəmsə, tabiri mürəkkəb cümlədir. İndi tabiri mürəkkəb cümləni tapmaq üçün bir də bir bağlayıcıları da xatırlamalıyıq. İndi öyrədəcəm, baş budağı necə tapaq? Baş cümlə hansıdır, budaq cümlə hansıdır? Bunları da indi öyrədəcəm yolunu. Sonra bir də bu nümunələri təzədən bir də yazarım. Amma bizə tabirli bağlayıcılarını əzbər bilmək lazımdır. Çünki, baxın, iki cür bağlayıcı var. Tabirsizlik bağlayıcıları var, düzdürmü? Bir də tabirlilik bağlayıcıları var. Tabirlilik bağlayıcıları hansılardır? Aydınlaşdırma. Ki, belə ki. Düzdürmü? Güzəşt, ikisi də nədir? Hərçənd, hərçənd ki. Səbəb bağlayıcıları var. Çünki, ona görə ki, ondan ötürü ki, onun üçün ki. Şərt bağlayıcıları var.
Əgər, hərgah, madam ki, indi ki, bir halda ki, yoxsa. Müəllimə, bu 4 dənə tabirlik bağlayıcısının növünü bilməsəz, tabir mürəkkəb cümləni tapmaqda yəqin ki, çətinlik çəkərsiniz. Yəni, o bağlayıcıları bilmək lazımdır. Gəlin bir də xatırlayaq. Tabirlik bağlayıcılarını xatırlayaq. Beləliklə, aydınlaşdırma. Hansı oldu bayaq dedik? Ki, belə ki. Ki, belə ki. Ki, belə ki. Güzəşt. İkizə dənədir. Güzəşt bağlayıcısı. İkizə dənədir. Hərçənd, hərçənd ki. Hərçənd, hərçənd ki. Səbəb bağlayıcıları. Çünki, ona görə ki, ondan ötürü ki, onun üçün ki, nə bilim, o səbəbə ki və s. Şərt bağlayıcıları. Əgər, hərgah, madam ki, indi ki, bir halda ki, yoxsa. Bu bağlayıcıları hansı cümlədə görsəz, əmin olun, tabir mürəkkəb cümlədir. Bu bayaqdan sadaladığım bağlayıcıları hansı cümlədə görsəz, bu 100% tabir mürəkkəb cümlədir. Məsələn, deyirəm ki, tutaq ki, deyirəm ki, baxın cümləyə. Hərçənd deyək ki, dərsi öyrənməmişdi. Amma yenə də müəllim danlamadı. Bax, biz nəyə əsasən deyərik ki, bu tabiri mürəkkəb cümlədir? Əvvəla, hərçənd dərsi öyrənməmişdi. Elə müəllimə. Bax, durduğum yerdə virgülə qədər oxuyuram. Davamını tələb edirsə tabiri mürəkkəb cümlə. Hərçənd dərsi öyrənməmişdi. Deyib dayanıram. Əşi, bir dalın de görəm, nə oldu? Hərçənd dərsi öyrənməmişdi, amma müəllim də anlamadı. Görürsünüzmü? Bax, bu hərçənd dərsi öyrənməmişdi. Deyib dayansam alınmır. İkinci bir məqam. Hərçəndi görürsünüz. Nə bağlayıcısıdır? Güzəşt bağlayıcısı. Güzəşt bağlayıcısı tabirlik bağlayıcısıdırmı? Bəli. Bəs harada tabirlik bağlayıcısı varsa, həmin cümlə 100% tabiri mürəkkəb cümlədir. Və yaxud deyirəm ki, məktəbə gəlməmişdi, vergül, çünki xəstələnmişdi. Müəllimə, zəhmət olmasa bundan əvvəlki videonu, o şəxssiz cümlə, ümumi şəxsli, adlıq cümlə, söz cümlə, onu atmamısınız. Oğlunuza deyərsiniz da, oğlunu mənə atar, o izah məndə yoxdur. Sonra da növbət dəfədə bu videonun izahını istəyərəm, çünki onları mən YouTube'a yerləşdirməyə görə deyirəm. Baxın, məktəbə gəlməmişdi, çünki xəstələnmişdi. Baxın, burada, bax bu çünki bağlayıcısına əsaslanırıq, bu səbəb bağlayıcısıdır. Tabirliyin səbəb bağlayıcısı. Və deyirik ki, bu cümlə 100% tabiri mürəkkəb cümlədir. Niyə? Çünki tabirlilik bağlayıcısı olan cümlə tabiri mürəkkəb cümlə. Bax, ona görə deyirəm ki, tabirlik bağlayıcılarını qəşəng əzbərləyək, olan cümlə tabiri mürəkkəb cümlə. Və yaxud eşitdim ki, məhəlləmizdə toy olacaq. Davamı yazmıram da. Kini görürsünüzmü? Ki bağlayıcısı, aydınlaşdırma ki var. Tabiri mürəkkəb cümlə. Məsələn, madam ki oxumursan, vergül, daha niyə hazırlığa gedirsən? İndi bax, burada, bu madam kiyə əsaslanıraq. Bu şərt bağlayıcısıdır. Əgər, hərgah, madam ki, indi ki, bir halda ki, yoxsa, məsələn, dərslərini yaxşı oxu, yoxsa şikayət edərəm, yoxsa şərt bağlayıcısıdır. Deməli, o tabiri mürəkkəb cümlədir. Əgər, madam ki, indi ki, oxumursan, daha niyə hazırlığa gedirsən? Niyə bu qədər pul tökürsən hazırlığa? Deməli, indi ki var. Şərt bağlayıcısı var. Deməli, bu tabiri mürəkkəb cümlədir. Bunu da yadda saxlayaq. Demək, sasə varsa tabiri mürəkkəb cümlədir. Sasə yoxdur, o sasəni beynimdə artıraram. Yenə tabiri mürəkkəb cümlədir. Əgər var, tabiri mürəkkəb cümlədir. Əgər yoxdur, özümdən artıracam. Tabiri mürəkkəb cümlədir. Məsələn, qonşum pisdir, köç qurtar. Əgər qonşum pisdirsə,
Köç qurtar. Görürsünüzmü? Həm ora sayısı artıra bildim, həm də əgər artıra bildim. Onda 100% tabeli mürəkkəb cümlə. Ki artıra bilirəmsə, tabeli mürəkkəb cümlədir. Ki bağlayıcısı elə orada varsa, tabeli mürəkkəb cümlədir. Aydın olduqmu? İndi məsələn, bax, gücümüzü bir yerə toplaya bilməsək, məhv olarıq. Deyin görüm, nəyə? Aha, bəli. Həm də orada şahsə var. Bilməsək, sə var orada, sə. Həm ona əsaslanıb deyirik ki, tabeli mürəkkəb cümlədir, həm də özümüzdən əgər artıra bildik. Və yaxud hərgah onlar gəlməsələr, işlərimiz korlanar. Həm burada gəlməsələr sözündə sasə var, həm də hərgah var, şərt bağlayıcısı var, hərgah. Onda o 100% tabeli mürəkkəb cümlədir. Hə, indi gələk əsas məsələyə. Tabeli mürəkkəb cümlənin tərkibində 2 cümlə var da, düzdürmü? Bu 2 cümlədən biri əsas cümlədir, biri aslı cümlədir. Əsas cümlə, aslı cümlə. Bu əsas cümlənin işarəsi belədir müəllimə. Baxın, bir növ kvadrat. Aslı cümlənin işarəsi dairə. Oldu nə? Əsas cümlə, kvadrat oldu əsas cümlə. Bu birisi də oldu asılı cümlə. Aha. İndi əsas asılı əvəzinə, baxın, hələ bir şey deyim. İstənilən halda ox gedir asıldan əsasa. Yəni, biz bunların yerini dəyişik də görə bilərik, fərqli də görə bilərik. Məsələn, birinci dairə, sonra kvadrat. Müəllimə, dəxli yoxdur. Bu asılı cümlədir. Bu əsas cümlədir. İstənilən halda həmişə ox dairədən kvadrata gedəcək. Bax, bunu unutmayın. Bəzən testlərdə bununla da çaşdırırlar. Məsələn, götürür, oxu belə aparır. Artıq bu səhvdir. Bu səhvdir. Həmişə ox getməlidir asıldan əsasa, dairədən kvadrata. Halda həmişə ox dairədən kvadrata gedəcək. Bax, bunu unutmayın. Bəzən testlərdə bununla da çaşdırırlar. Məsələn, götürür, oxu belə aparır. Artıq bu səhvdir. Bu səhvdir. Həmişə ox getməlidir asıldan əsasa, dairədən kvadrata. İndi əsasın yerinə baş cümlə deyirlər. Baş cümlə. Aslının yerinə budaq cümlə deyirlər. Budaq cümlə. Deməli, kvadrat bizim üçün baş cümlədir. Amma dairə olur nə? Budaq cümlə. Həmişə də ox budaqdan başa gedər. Yəni, asıldan əsasa gedər. İndi biz necə müəyyən edək? Elə cümlə olacaq ki, belə birinci sxemi görəcəyik. Yəni, vergilə qədər baş cümlədir, vergildən sonra budaq cümlədir. Elə cümlə görəcəyik, elə tabeli mürəkkəb cümlə görəcəyik ki, orada tərsinə birinci budaq cümlə, sonra baş cümlədir. Yəni, vergilə qədər budaq cümlədir, vergildən sonra baş cümlə. İndi biz bunu necə müəyyənləşdirək? Necə müəyyənləşdirək? Bunun üçün burada yazıram ki, müəllimə, baxın, yazıram ki, bunu özünüz üçün götürün. Bunu əzbərləyib bilmərsiniz, yaza bilmərsiniz. Siz onu testi işləyə bilmərsiniz. Məsələn, yazıram ki, tabeli yağış nətər yazır? Yazır, özdə sözə bax, yağış nətər yazır? Yağış nətər yağır? Başladı, nə başladı? Əməlli başlı. Belə şiddətli yağır. Eləmi? Tabeli mürəkkəb qısa yazıram. Tabeli mürəkkəb cümlənin tərəflərini bağlayan vasitələr. Hə, bax, bu bizə lazımdır. Tabeli mürəkkəb cümlənin tərəflərini bağlayan vasitələr. Ən çətini buradan özlədir. Bir diqqətlə qulaq asaq, əslində çətin bir şey yoxdur. Sadəcə diqqət tələb edir. Baxaq. Biz necədir, müəllimə? Mürəkkəb cümlədir da nəticə etibarilə. Onun içində 2 sadə cümlə var. Və bu 2 sadə cümləni bir-birinə bağlayan nəsə bir zəncir lazımdır da bizə, belə deyək də. Yəni, onu bağlayan nəsə bir şey olmalıdır, bir bağ olmalıdır, bir vasitə olmalıdır. Biz bu vasitələrdən danışaq
və o vasitələri əsasən müəyyən edəcəyik ki, hansı baş cümlə olur, hansı budaq cümlə olur. Tabeli mərkəb cümlənin tərəflərini bağlayan vasitələr. Birinci bura yazıram. Tabellilik bağlayıcıları. Tabeli mürəkkəb cümlənin tərəflərini biz nə ilə bağlaya bilərik? Tabellik bağlayıcıları ilə. İndi bu tabellik bağlayıcılarını biz müəllimə iki yerə bölürük. Bu birinci yuxarıdan yazıram. Aydınlaşdırma, qısa yazıram. Aydınlaşdırma, səbəb. Bu aşağıda da yazıram. Güzəşt, bir də şərt. Müəllimə, axı biz 4 dənə tabellik bağlayıcısı tanıyırıq. Aydınlaşdırma, səbəb bağlayıcıları var, güzəşt bağlayıcıları var, şərt bağlayıcıları var. Yəni tabellik bağlayıcıların 4 dənə növü var. Aydınlaşdırma bağlayıcıları, səbəb bağlayıcıları, güzəşt, şərt. Və bu 4 dənəni biz ayırdıq. İkisini bir tərəfə, ikisini bir tərəfə. Müəllimə, aydınlaşdırma səbəb bağlayıcısıdırsa, əlaqə vasitəsi. Onda birinci baş cümlə gələcək, ikinci budaq cümlə. Yox, əgər əlaqə vasitəsi güzəşt, şərt bağlayıcısıdırsa, o zaman birinci gələcəkdir budaq cümlə, ikinci gələcək baş cümlə. Bunu yadda saxlayaq. Bir də deyirik. Aydınlaşdırma bağlayıcısı hansıydı? Ki bağlayıcısı. Ki deyək. Ki olanda gördük ki, ortada əlaqə vasitəsi kidir. Baş budaq olacaq, budaq baş. Baş budaq. Bir də yuxarıda göstərmişəm. Bax, birinci kvadrat, sonra dairə. Gəlin səbəb bağlayıcılarını xatırlayaq. Çünki, ona görə ki, ondan ötürü ki, o səbəbə ki, düzdürmü? Onun üçün ki, səbəb bağlayıcısı da olanda vergülə qədər olacaqdır baş cümlə, vergüldən sonra olacaqdır budaq cümlə. İndi gəlin güzəşt bağlayıcısını xatırlayaq. Hərçənd, hərçənd ki. 2 dənə güzəşt bağlayıcımız var. Hərçənd, hərçənd ki. Güzəşt bağlayıcısı onda aşağıda nə göstərmişəm? Onda vergülə qədər olur budaq cümlə, vergüldən sonra baş cümlə. İndi gəlin şərt bağlayıcılarını xatırlayaq. Əgər, hərgah, madam ki, indi ki, bir halda ki, yoxsa şərt bağlayıcıları olanda birinci budaq, sonra baş cümlə. Gəlin bu dediklərimizi nümunə ilə əsaslandıraq. Məsələn, məlumdur ki, imtahana az qalıb, az vaxt qalıb. Hər dəfə bunu deyirəm, müəllimənin ürəyi güplüdür. Hər dəfə xatırladıram. İmtahana az qalıb. İmtahana az vaxt qalıb. Deyirəm ki, biraz da məsuliyyətimizi hiss edəyək. Hə, müəllimə, vergülə qədər kini görürsünüzmü? Kini görürük. Birinci sual. Deyəcək ki, bu tabiri mürəkkəb cümlədə əlaqə vasitəsi nədir? Cavab götürəcəyik. Tabirlik bağlayıcısı. Deyəcək ki, tabirlik bağlayıcısı. Çünki aydınlaşdırma bağlayıcısı ilə tabirlik bağlayıcısı. İkinci sual. Birinci baş cümlə gəlib, yoxsa budaq cümlə? Biz də yuxarıda nə qeyd eləmişik? Əlbəttə. Çünki aydınlaşdırma kidir da, düzdür. Ki olanda birinci olur baş cümlə. Bax, bu vergilə qədər. Bu vergüldən bu tərəfə budaq cümlədir. Aha, sxem belə olur. Bax, müəllimə, mən sizə belə bir şey deyim. 90% ki görəndə, kidən sonra vergül gördünüz və yəni aydınlaşdırma görəndə birinci baş budaq. Yəni vergülə qədər baş, vergüldən sonra budaq cümlə. Bunun bir dənə istisnası var. İndi o istisnanı da özünüzdə qeyd edeyim, bunu yazsa saxlayın. İstisnası olmur, bəli. Müəllimə, istisnası da budur. Baxıram ki, kidir və kidən sonra vergül var. Amma birinci budaq, sonra baş cümlə. Bu nətər olur? Buna zaman budaq cümləsi deyirlər. Zaman budaq cümləsi. Bu belə elə bir orada nə zaman sualı verirsə. Və mən belə deyə bilərəm. Müəllimə, bu kini yığışdırıb yerinə anda, əndə, fe'l bağlama şəkilsi var ya, anda, əndə artıra bilsən, onda olur budaq baş. Məsələn,
təzəcə evə çatmışdım ki, virgül, qapı döyüldü. Olur da belə hallar. Bismillah eləyib evə təzə girirsən, bir də görürsən qapı döyüldü, qonaq gəldi. Hə, indi baxın. Təzəcə evə çatmışdım ki, qapı döyüldü. Müəllimə, burada biz kini yığışdırarıq və deyərik ki, təzəcə evə çatanda, bax gördünüz, anda əndə. Deməli, nə olsun ki, ki var, budaq baş. O zaman vergülə qədər budaq cümlə, bu qapı döyüldü də baş cümlə. Bax, bunu yadda saxlayaq, istisnası budur. Bu, zaman budaq cümləsidir. Nə zaman qapı döyüldü? Təzəcə evə çatanda. Gördünüzmü? Və demirəm həmişə, amma əksər hallarda belə tabiri mürəkkəb cümlədə təzəcə, indicə, yenicə zərflərindən istifadə olunur. Zaman zərflərindən istifadə olunur. Təzəcə, indicə, yenicə, bax bu tip zərflərdən istifadə oluna bilər. Yoxsa ki, yerdə qalan 90% ki, gördünüzsə, deyək ki, sıxım baş budaq. Birinci kvadrat sonra dair. Amma gördün ki, kini, indi testin üzərində də biz onu göstərəcəyik. Test işlərində Allah qoysa, oradan azıq nümunələr var da. Yox, gördün ki, deməli, biz kini anda əndə ilə əvəz eləyə bildik. Hə, onda olur nə? Demək, budaq baş. Onda olur budaq baş. Bəli. Bu belə. İndi səbəb bağlayıcısına aid nümunə yazaq. Səbəb bağlayıcısına aid nümunə yazaq. Axı, səbəb bağlayıcısı da olanda baş budaq olacaqdır, sıxır. Baş budaq. Səbəb bağlayıcılarımız hansıydı? Çünki, ona görə ki, ondan ötürü ki, onun üçün ki və s. Bayaq yazdığımız cümləni deyək. Məsələn, məktəbə gəlməmişdi. Çünki xəstələnmişdi. Baxın, müəllimə, çünkini görürmü? Birinci sual. Bu tabiri mürəkkəb cümlədə əlaqə vasitəsi nədir? Biz də deyəcəyik ki, əlaqə vasitəsi tabirilik bağlayıcısıdır. Çünki tabirilik bağlayıcısıdır. İkinci sual. Baş budaq yoxsa budaq baş? Təbii ki, baş budaq. Niyə? Çünki səbəb bağlayıcısı, aydınlaşdırma bağlayıcısı olanda birinci baş cümlə gəlir, sonra budaq cümlə. Ox da həmişə gedir budaqdan başa doğru. Bunu da bildik mi? Bildik. İndi gəlin güzəşt bağlayıcısına aid nümunə yazaq. Bayaq yazmışdıq biz o cümləni. Məsələn, tutaq ki, hərçənd oxumur. Yenə də danlamadım. Hərçənd oxumur. Yenə də danlamadım. Adam güzəşt edir, elə bil ki. Görürük hərçəndi. Deyəcək əlaqə vasitəsi nədir? Deyəcək ki, tabirlik bağlayıcısı. Baş budaq, budaq baş. Budaq baş. Niyə? Çünki hərçənd güzəşt bağlayıcısı. Güzəşt bağlayıcısı olanda birinci budaq, sonra baş cümlə. Deməli, hərçənd oxumur, vergülə qədər budaq cümlədir. Yenə də danlamadım, baş cümlədir. Ox gedir budaqdan başa. Şərt bağlayıcılarını xatırlayaq bir daha. Əgər, hərgah, madam ki, indiki bir halda ki. Məsələn, indi ki oxumursan, niyə hazırlığa gedirsən? Görürsünüzmü? Deyəcək ki, əlaqə vasitəsini göstər. Deyəcək ki, tabirlik bağlayıcısı. Axı, bu şərt bağlayıcısıdır. Deyəcək ki, baş budaq, budaq baş. Budaq baş, vergülə qədər budaq. Niyə hazırlığa gedirsən? Baş cümlə. Niyə belə? Çünki şərt bağlayıcısı var. İndi ki, şərt bağlayıcısı varsa, sıxım olacaq budaq baş. Aha. Bu oldu birinci əlaqə vasitəsi. Bunu bildikmi? Bax, şərt görəndə nə deyək? Baş budaq mı, budaq baş mı? Səbəb görəndə nə deyək? Düzdürmü? Bunu dedik. Keçək ikinci əlaqə vasitəsinə.
Müəllimə, ikinci əlaqə vasitəsi ədatlar, köməkçi qissəsi ədat, amma hamısı yox. Hansı ədatlar? M, mi, mu, mü var ya sual ədatı. Oxudunmu, gəldinmi, getdinmi? Sonra belə ədatı, bir də dadə ədatı. Bunlar əlaqə vasitəsi olacaq. Bunları yazın, götürün ha və yaxud da video sizdə qalacaq. Baxın ona da, yəni təkrar öyrənin. Bilin ki, tabir məktəb cümləni bax, bu öyrətdiyim yolla öyrənsəniz biləsiniz. Mumi, belə da ədatı bizim üçün əlaqə vasitələridir. Bəs yaxşı, burada yazaq da, burada yazaq ki, ədat. Bunlar ədatlardır. Bəs yaxşı, əgər əlaqə vasitəsi mumi, belə və yaxud da dadə ədatıdırsa, bu zaman baş budaq, yoxsa budaq baş? Bu zaman olacaqdır budaq baş. Budaq baş. Bəli. İndi buradan biraz çərçivədən kənara çıxaq. Belənin ədat olduğunu necə bilək? Müəllimə, yadınızda qalsın, sasədən sonra gələn belə ədatdır. Məsələn. Və bu zaman da belədən sonra vergül qoyulur. Müəllimə, dadənin də, düzdür, dadə, iki cür dadə var. Dadə ədatını belə tapırsan. Bir, dadəni dana ilə əvəz eləyə bilirsənsə ədatdır. Məsələn, oxu dana, gəl dana, get dana. Bir də var, bir belə tapırsan dadə ədatın. Bir də, müəllimə, sasədən sonra gələn dadə ədatdır. Və bu zaman həmin o dadə ədatından sonra vergül olur. Bunun ikisinə aid nümunə yazıram. Məsələn, oxusa belə danışmadı. Məsələn, əsər oxuyub, deyirik məzmunu danışmır. Bəli, biri sasədir, bir də belə ədatı. Ya, görürsünüz? Deməli, bu tabiri mürəkkəb cümlədə neçə əlaqə vasitəsi var? 2 dənə. Biri feilin şərt şəkli sasə, biri də belə ədatı. İndi deyir, baş budaq baş. Nəyə əsaslandınız budaq baş dediniz? Və salam, bəli. Sasə varsa budaq baş, belə ədatı varsa budaq baş. İndi dadə ilə bağlı nümunə yazaq. O da elə sasədən sonra gəlir. Məsələn, eyni cümləni bax, oxusa da danışmadı. Baxın, oxusa da danışmadı. İndi deyəcək, neçə əlaqə vasitəsi var? Nədir burada əlaqə vasitələri? Nə deyək? Yox. Deyəcək, nədir əlaqə vasitəsi? Testdə cavab götürək ki, feilin şərt şəkli. Biri budur. Cavab bir olacaq. Feilin şərt. Bir də dadə ədatı. 2 dənə əlaqə vasitəsi gördük. Düzdür? Hə, indi baş budaq baş. Təbii ki, çünki sasə olanda, dadə olanda budaq baş olur. Deməli, bu vergülə qədər budaq cümlədir, bu danışmadı baş cümlədir, ox da həmişə gedir budaqdan başa. Budaq cümlədir. İndi biz əlaqə vasitələrinə diqqət edək. Neçədən əlaqə vasitəsi hələ ki öyrəndik? 3 dənə. Hansıdır? 1. Tabirlik bağlayıcıları. 2. Mumi, dadə, belə ədatı. 3. Feilin şərt şəkli sasə. Amma biz mumiyə aid nümunə yazmadıq. Birini də ona aid yazaq. Məsələn. Evə çatdınmı? Zəng elə. Bax, görürsünüz mumini. Aha. Deyəcək, əlaqə vasitəsi nədir? Deyəcək ki, ədat. Mumi ədat. Deyəcək, baş budaq baş. Budaq baş. Çünki mumi, belə, dadə ədatı olanda birinci budaq, sonra nə gəlir? Baş cümlə gəlir. Bəli. 5 dənə əlaqə vasitəsi öyrənəcəyik. 5 dənə. Üçünü dedik. Gəldik 4-cü. Yox, müəllimə, bir dənə istisna var. Deməli, mumi ilə bağlı. Qeyd edin özünüzdə. Əgər mümünü, bax bu sual ədatını, müəllimə, bunu biz ki bağlayıcısı ilə əvəz eləyə bilsək, onda sxem olacaq baş budaq.
Baş budaq. Axı biz deyirik ki, m olanda budaq baş olurdu. Yox, gördün ki, m-nı ki ilə əvəz elədin, onda baş budaq olur. Və bu zaman m əlaqə vasitəsi sayılmır. Bu zaman m əlaqə vasitəsi sayılmır. Bunu yadda saxlayaq. Məsələn, dedimmi gəlsin. Ay, tamam. Bu mini yığışdıraram. Bunu yerinə 2 artıra bilərəm. Dedin ki, gəlsin. Gördünüzmü? Onda sxem olacaq baş budaq. Və onda demə ki, burada əlaqə vasitəsi m-müdür. Demə. Aydın oldu mu? Baş budaq olanda, yəni m-nı 2 ilə əvəz eləyəndə olmaz ona demək ki, hə, burada əlaqə vasitəsi m-müdür. Olmaz demək. Belə. İndi 4-cü əlaqə vasitəsini yazıram bura. Bağlayıcı söz. Bağlayıcı söz. Məndə bağlayıcı söz nə deməkdir? Bağlayıcı söz mötərizədə yazıram, sual əvəzlikləridir. Nədir? Sual əvəzlikləri. Bəs yaxşı, sual əvəzliyi nədir? Əsas nitq hissələrinin sualları. Gəlin xatırlayaq, ismin sualları. Kim, nə, hara? Bax, bu bağlayıcı sözdür, sual əvəzliyidir. Gəlin sifətin suallarını xatırlayaq. Necə, nə cür, hansı? Bax, bu bağlayıcı sözdür, çünki sual əvəzliyidir. Gəlin sayın suallarını xatırlayaq. Neçə, nə qədər, neçənci? Sual əvəzliyidir, o zaman bağlayıcı sözdür. Gəlin zərfin suallarını xatırlayaq. Nə vaxt, nə zaman, haçan, hara, haraya, harada, necə, nə tərzdə? Sonra feilin sualları, misal üçün, nə etdi, nə etmişdi? Yəni, sual əvəzliyi budur da, əsas nitq hissələrinin sualı. Hə? Və həmin o sual əvəzliyinin adını dəyişib, tabiri mürəkkəb cümlədə qoymuşuq bağlayıcı söz. Bağlayıcı söz. Bəs yaxşı, əgər əlaqə vasitəmiz bağlayıcı sözdürsə, bəs bu zaman baş budaq, budaq baş. Müəllimə, 100% budaq baş. Budaq baş. Nümunə yazırıq. Hə, o da ikisində, aydınlaşdırma ilə səbəbdə. O, görürsünüz, güzəştlə şərtdə yenə budaq başdır. Aha, indi baxırıq, bağlayıcı sözə aid nümunə yazırıq. Məsələn, kim oxusa, qəbul olar. Biri bu. Necə istəyirsən, elə də edək. Biri bu. Hara istəyirsən, göndər. Biri bu. Misal üçün, hansı qızı istəyirsən, alaq. Biri də bu. Elçi gedək, alaq, hər nəysə. Mənbə baxın, kimi görürsünüzmü? Sual əvəzliyini görürsünüzmü? Buna bağlayıcı söz deyirlər. Onda vergülə qədər budaq cümlədir, vergüldən sonra baş cümlədir. İndi deyin, görün, bizim bu birinci cümləmizdə kim oxusa qəbul olar. Neçə əlaqə vasitəsi var? Hansılar da əlaqə vasitələri? Hə, bəli. Feyli şərt şəkili, əla, bəli. İkinci cümlədə, necə istəyirsən, elə də edək. Burada necə, deyək ha, bağlayıcı söz. Bir dənə əlaqə vasitəsi var. Hara, bağlayıcı söz. Budaq baş. Hansı qızı istəyirsən, alaq. Hansı qızı istəyirsən, hansı bağlayıcı söz. Budaq baş. Bəli, onda da olur budaq baş. Və nəhayət 5-ci əlaqə vasitəsi. Mən 5-cini, məsələn, hədəf kitabında mənim 5-ci deyəcəyimi hədəf kitabında 1-ci verir. Amma mən bunu ən axıra saxlayıram. Nədir o? İntonasiya. İntonasiya. Mən niyə bunu axıra saxladım? Məsələn, intonasiya nədir? Vergül, sadəcə vergül. Əlaqə vasitəsi vergül. Deyəsən ki, axı vergül hamısında var. Bax, mən ona görə onu axıra saxladım ki, nə zaman biz deyək ki, bu cümlədə əlaqə vasitəsi məhz intonasiyadır. Müəllimə, bu 4-ü olmayanda, bax, bu ilk 4-ü olmayanda,
Ona görə bunu axıra saxladım ki, bu dördü ilə tanış olun, bilin. Bu dördündən heç biri olmayanda atırıq intonasiyanın üstünə. Məsələn, bu bayaq cümlə yazdığı, tutaq ki, gəldim, vergül, görüm. İndi gəlin baxaq. Bizə deyir ki, əlaqə vasitəsini göstər. Məhəmməd, bağlayıcı görürük burada. Məsələn, aydınlaşdırma ki, səbəb, güzəşt, şərt var burada. Gəldim, görüm cümləsində. Yoxdur. Keçək ikinciyə. Məhəmməd, gəldim, görüm cümləsində mı, mimumi, belə, dadə, ədatı görürük. Yox, görmürük. Sasə görürük, feilin şərt şəkli. Görmürük. Bağlayıcı söz, yəni sual əvəzliyi görürük. Xeyr. Məhəmməd, dördündən heç birini görməyəndə denən ki, əlaqə vasitəsi intonasiyadır. Bax, onda deyirik intonasiya. Bəli. Məsələn, qonşu pisdir. Bəli. Qonşu pisdir, köç qurtar. Aha. İndi bax, ki görmürəm. Mumi, dadə, belə ədatı görmürəm. Feili şərt şəkli sasə görmürəm. Elə bağlayıcı söz görmürəm. Atıram nəyin üstə? İntonasiyanın üstünə. Məhəmməd, intonasiya olanda 90% belə olur. Baş budaq. Baş budaq. Bəs bu 10% məsələsi nədir? Bəzən özümüzdən, beynimizdə sasə artıra bilirik. Məsələn, o bayaq yazdım, qonşun pisdir, köç qurtar. Axı yoxdur orada, sasə zat heç nə yoxdur axı. Elə? Amma mən özümdən ora sasə artıraram. Qonşun pisdirsə, köç qurtar. Məhəmməd, bax, onda olur budaq baş. Həmin o 10% məsələsi odur. Məsələn, bax, dişin ağrıyır, çək qurtar. Bax, heç nə yoxdur. Bax, dişin ağrıyır, vergül, çək qurtar. Elə? Bax, mən orada nə ki görürəm, nə yer bağlayıcı görmürəm, güzəşt, şərt, səbəb, heç nə mimi belə dadə görmürəm, nə feilin şərt şəkli sasə görmürəm, nə sual əvəzliyi görmürəm. Hə? Deyəcəm ki, burada intonasiyadır əlaqə vasitəsi. Deyəcəm. Amma baş budaq, budaq baş. İndi fikir ver. Dişin ağrıyırsa, çək qurtar. Mən özümdən sasə artıra bildim. Budaq baş. Budaq. Bəli. İndi deyin görüm. Məsələn, eşitdim toya gedəcəksən. Deyin görüm. Deyə bilərikmi burada eşitdim vergül, toya gedəcəksən. Deyə bilərikmi əlaqə vasitəsi intonasiyadır? Bəli. Mən orada iki bağlayıcı görmürəm. Ədatları görmürəm. Sual əvəzliyi görmürəm. Sasə görmürəm. Deməli, əlaqə vasitəsi intonasiyadır. Onda baş budaq, budaq baş. Deyin görək, eşitdim toya gedəcəksən. Niyə? Hansı cümlədə ki artıra bilirsənsə baş budaq. Amma hansı cümlədə sasə artıra bilirsənsə budaq baş. Eşitdim ki toya gedəcəksən. Hə? Onda olur nə? Baş budaq. Amma əlaqə vasitəsi intonasiya. Aydın oldu mu? Bax belə tapasız baş budağı, budaq başı. İndi gəlin burada özümüzdən bir abreviatura yazaq, bir qısaldılmış bir şey eləyək. Bax müəllimə, belə bir şey yazacağım bura. İ-S-A. Nə alındı? İsa. Müəllimə, İsa olanda olacaqdı baş budaq. Bu nə deməkdir bu İsa? Bunu özümdən çıxartmışam. Müəllimə, İ intonasiyanın baş hərfidir. Axı biz demişdik, intonasiyonda 90% baş budağı olur. Müəllimə, S səbəb bağlayıcısı, yuxarıda səbəbi görürsünüzmü? Onun baş hərfidir. Axı səbəb bağlayıcısı onda baş budağı olur. A aydınlaşdırma bağlayıcısı. Bəli, İsa olanda baş budaq, yerdə qalanlar budaq baş. İ intonasiya, S səbəb bağlayıcısı, A aydınlaşdırma. Bu zaman olur baş budaq. Yerdə qalanlarda olur budaq baş. Bir dənə də bir şey deyim, onu qeyd edin. Nə dedik? Dedik bağlayıcı söz nə deməkdir? Bağlayıcı söz nədir? Sual əvəzliyinə bağlayıcı söz deyirik də, düzdür. Müəllimə, elə bağlayıcı söz var ki, heç o sual əvəzliyi deyil. İndi onu özünüzdə qeyd edin. Yəni bağlayıcı sözdür, amma sual əvəzliyi deyil. Hansılardır? Yazın.
O vaxt ki, ayrı-ayrı yazılır. O vaxt ki. Mütləq ki olsun, ha. Eləcə o vaxt olanda yox. Mütləq orada ki olmalıdır. O zaman ki, yenə də mütləq ki olmalıdır. Eləcə o zaman olsa olmaz. Sonra elə ki. Sonra hər kim ki, hər kəs ki, və s. Yazın, qabağına xətt qoy, yazın. Bunlar bağlayıcı sözlərdir. O yerə ki yazdınız, o yerə ki. Onu da yazdınız. Məncə yazmadınız. Bax, o vaxt ki, o zaman ki, o yerə ki, elə ki, hər kim ki, hər kəs ki. Müəllimə, bunlar da bağlayıcı sözdür. Yəni, bağlayıcı söz sual əvəzliyi deyirik, amma bunlar da bağlayıcı sözdür. Bunlar da yadda saxlayaq. Bu sözlərdə görəndə deyəcəyik ki, budaq baş. Sxem olur, budaq baş.